Gecəni Trabzonda qaldıq, yola çıxırıq. Saat yer-ver eləyir. 55% ilə çatmışdıq, 100% eləyib İstanbula. Trabzondan çıxmamış yaxınlıqda yerləşən Trugoya gedirik ki, 100% ilə yola çıxaq. Türkiyədəki ikinci EDM təcrübəm olmasına baxmayaraq, öncəki vloqdan olan fikirlərim konkret olaraq dəyişməyib. Zülmlə enerji dolumunu eləyib yola çıxırıq. Bu gün bizi 1100 kilometr yol gözləyir. Yol deyəndə, yəni Türkiyə yolları Gürcüstana nisbətən çox çətindir. Həm sürücüləri, həm sürət nişanlarının azlığı, ona görə əməllicə yoruluruq. Amma maşallah Cahid də rahatından qalmır da. Oteldən götürdüyü şəpikləri geyinib. Yol boyunca Tesla avtopilotunun aktiv olması nisbətən işimizi rahatladır. Yolda işarələr olmasa da maşın özü xəritəyə əsasən də sürəti təyin eləyə bilir. Hesab eləyin ikinci sürücüdür də. Gəlirik Samsungda e-şarja. Sizə deyim ki, Türkiyədə gördüyüm ən normal, stabil EDM idi, amma qiymətləri yenə də əl yandırır. 60-90 qəpik arası dəyişir. Qış təkərləri, relyef və soyuq hava dedikdə sərfiyyatımız da 20 kW-ı keçib artıq. Amma problem deyil, hər yerdə EDM var. Burada isə istəyirəm Tesla Supercharge-da ilk təcrübəmi yaşayım, amma ona da barmaq eləyiblər. Stansiyaların yarısı işləmir. Ona görə alternativi seçirəm. Bütün bunlara baxanda öz iVolt stansiyalarımız əməllicə darıxdırır. Həm qiymət, həm sürət, həm rahatlıq cəhətdən heyf deyil valla. Boluda axırıncı dolumu da eləyib İstanbula çatırıq. Caspian Breeze Travel bizim üçün maraqlı bir otel təşkil eləyib. Qeyri-adi bir dizaynı var, amma heyf ki, gec çatdığımız üçün cəmi 3-4 saat yatıb Yunanistana tərəf getməliyəm ki, gəmiyə çatım. Növbəti gün daha 1000 kilometr yol məni gözləyir.